dealing with the body of course. Oh, you dealing with the boy. Kombi seçmemişim hala. Ben giyindim. Az götürür. Neyse daha çok shine bright. Oha. Oha. İstanbul'dan canım. Renklerini göstereyim size. Burada bir neçə növ dodaq boyamı sizə göstərirəm. Sadəcə olaraq istədim üstündən səs yazma edim, məlumat verim. Xankəndiyə iş səfəri üçün gedirik. Seminar olacaq və bu da onun vlogudur. Xoş izləmələr, xoş əyləncələr. Əgər sonda bəyənsəz, like etməyi, abunə olmağı və bu videonun ikinci partı, ikinci hissəsi üçün və məncə daha maraqlı keçdi. Onu görmək üçün izləməyi alıb bildirimləri açmağı unutmayın. Burada da görürsünüz diyorlarımı göstərirəm çünki sevirəm. Bu var. Çok güman ki məkkək olmadı bilmirəm. Dostlar, maşın gəlib artıq. Mən getməliyəm. İstədim lookumu göstərəm amma bu tam deyil. Çünki klasikdir. Klasikə uyğun olaraq belə gödəci var. Onu geyinində görəcəksiniz. O var, onu geyinəcəm. Bu sadəcə isti olmasın deyə bunu geydim. Necədir? Maşın gözlüyü getməliyəm. Bye. Bağlıdır diye. Bakıda ki bağlı oldu, evi yıkıldı da yaşamalı. Ha, şokolad kahve yok. Həyat bağlıdır. O gün şeyde de evləri. Yuxarı tərəfdən girdim, ürəyim də yandı. İndi çıxarıq maşını götürdüm. Onun rəngini canı var. Yine bu da adamdır. Dedim saxla maşını. Dedim bak sana buna göre. Gəlin kızlar. Siz de bakın. Vloguma. Ben sevmem, ben sevmem yemeğindeyim. Neler çekerdim ben? Seviniz Hanım, heyecanlısınız. Biraz. Bilmiyorum hiç adamlar düşecek rastıma adamlar çıkacak. Adamları fikirləşmək. Fikirləşmək ki, mən xəyala çıxış edəcəm. Və salam takip et. Arada saldım biraz üzücü. İnşallah yaxşı olur reis. Her şey yaxşı olur. Peki gəlsinlər də, elə ki hamı gəlsin. Kep xanımla orada intervyu götürmək lazım olacaq. Gülər xanımla intervyu götürmək lazım olacaq. Yəni kısa bir intervyu versinlər, versin. Onlar kimdir ki? Onlar bir iştirakçılardır da. Nəzakət xanım orada məktəbdə işləyir. Onu ha. O gələcək. Bir də Fatma, sizdən bir daha bir şey soruşam. Siz də orada icra... Siz nümayəndəliyin, hə. Yəni orada icra hakimiyyəti yoxdur. Onu da mən belə başa düşdüm ki, ancaq elə nümayəndə. Bizim də qohumlarımızın biri təsəvvür edin ki, Aysın təzədən elə buraya çöldə pişir. Çox maraqlı bir şeylər yapırlar. Girəndə də yoxdur, çıxanda da. yox. Əsas gələndə. Çıxanda da baxar görüm. Düz bir neçə nəfər gəlmişlər, o qədər çıxdılar ya. Belki ikimiz ev var kalacak. Eyvah bax, burada eyvah bax. Burada şey bax. Bu məhəllə hamısı. Ben gidip evlərin içində fırlanırdım, gedib gəldim. Bunlarda heç kim yaşamır Hamısının qapısı indi. bağlıdır. Bunların hamısı Ne qapısı geçeydi bu. Bunların hamısının içi doludur. Los Angeles'ta şeyler oluyor. Bax, qabaqdan sağa qoy görüm hansı küçədir. Deyəsən keçdi oranı. Böyüklərin də Bax, buradan sağa bax, evə yol gedir. Bax, burada qoy görürüm. Baba, evə yol gedir. Bax, bir sən nədir? İmarətdir, imarət. Təsəvvür edin. Sağdaydı, orada qalırdılar. Bunlar hamısı bomboş yerdə. Girib gəlsin. Oyun əyrinin burada az qalırdı da, buram. Buradan belə gedirlər, yola baxmadı, özü bir yola. O ərbon yer mənim var. Az buradadır keçdi. Tam üstara girirsiniz, araza. Araza girin. Qarabağın versin. Prens Ana. götürün bir dəfə. Birdən getdim orada olmadı. Bir də təzə kim gəlir? Qarabağ Universiteti. Burada çıxıb gedir. Biri
biriniz düşün məndən, baxıb görün. Mən çəkiliş nətər olmalıdır, onu sizə başa salaram. Hə, mən. Tamam. Aa, yağış başladı. Hem gün çıxıb, hem yağışlar. 5 Göy dəqiqə. qurşağı da Bu 5 çıxaranda. dəqiqəlik. Ha, burada bir tane göy qurşaqları çıxır. Hə, bu 5 dəqiqəlik. Bu köhnə binalar. Sənin kimdir yağış yaxşı deyə? Yağış, yağış. Yəni çağırma yağış. Bu tipe bak bir tane. Sen de Eminlə danışmışdım, Eminlə. geldi indi də otelin əşyalarınızı qoymağa. Əşyaları qoyduqdan sonra artıq təxminən bir saniye saat kaç arkadaşlar? Qalıb. Hə, az qalıb. Gözümüzü qayda salıb nə? Gəldim ki, işləyəm. Deyəsən otağımız dəyişirlər yenə. PDF-imiz hazırdır. Otelimizə çatmışıq. Cahan oteldə, amma içinə girdik Han otel yazılıb. Hə? Yəni o bursu dəfə dəyişir buranı deyə burada su buraxır. Hə, işin gələk. Burada ışıq daha qəşəngdir, fark etdim. Çox. Göstərim. Ora universitetdə görürsən yoxsa çox qəşəngdir mənzərəsi. Ama burada sivilce olmazsa olmaz. Bu ne kadar pudra oldu. Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad eləyəcəyik. Sən onda İzni kaptık. İzni kaptık. Yupkam giyineceğim. Size her ekiplere göstereyim. Sabaha lokum biraz daha başkadır. Saçlarımı da yapacağım. Daha sonra ağ yupka. Full kombinimi dedim lan. Demiyorum. Sadece ekranın arka kamerasını çevirdim ve muhteşem. içindekiler. Bu doldurmasınlar o bu kadar ki o nasıl olmayabilir. Bu da sınavı listesi çetinliklerden biri olan. Daha arkadaşlar, ədəbiyyat dükkanı, kız salonu və geyim butiki də bu da ailə biznesidir. Belə bir ailə biznesi də qura bilərsiniz. Sonra məişət və təmir xidmətləri, ev təmizləmə xidmətləri, məsələn, belə bir şirkətlər açar. Yenə qeyd etdim ki, məşğulluqla bağlı bu heyvanların sahəsindəki bu mərkəzlər digər regionlara baş vermişdir ki, bu Biz necə unuda bilərik şəhidləri? Bəli, biz onu necə unuda bilərik? Necə evi tək oldu. Məsələn, bilirik ki, Qarabağ həqiqətən də çox gözəl torpağa, münbit şəraitə malik bir Azərbaycan bölgəsidir və burada yeni məhsullar əlbəttə ki, üzə çıxır. Burada rəqəmsal satış, yəni yerli məhsullar rəqəmsal satış dedikdə onlayn şəkildə
satmaqda nəzərdə tutulur. Məsələn, siz bəlkə də qarşınıza çıxıb Gəncə səbəti, qaz səbəti deyə səhifələr var. Orqanik məhsullar satılır. Məsələn, burada da Qarabağ səbəti, Xankənddə hazırlaşdırdığı insanlar var idi. Müəllimlər də buna daxil idi, şagirdlər də daxil idi və 300-500-dən çox tələbəsi var idi. Və bu fürsəti ona verən şey bu digital marketinq oldu da. Yəni siz rəqəm məsələn belə düşünün ki, amma işlədiz, hər 8-də 9-da parasız zaman işi qaçanmaq nə edirəm? Ya gün ortaya abid gəldiyiniz üçün təşəkkür edirəm hamınıza. Bunu da şimdi kimsə sevinərəm, mən səhifəmdə izləyərsiniz. Orada İctimai Birliyin də səhifəsi var. Qadın Dünyası İctimai Birliyi elə yazılır. Onu paylaşacağım zaten etiketləyəcəm, onu da izləyərsiniz. Bitti təlimimiz. Çox qəşəng oldu, çox gözəl oldu, çox bəyənildi. Minnoş. Mən indi kartlarımı götürməyə gəlmişəm. Vizit kartlarımı verəcəm. Vizit kartlarımı götürdüm. Stiker götürdüm, hədiyyə verəcəm. Bu da nümunələrdir. Hazırladığım. Koyu birey üçün düşmüşük aşağı. Dostlarım, canikolar. Onların hər birinə payladım. Hanımlarla coffee break sonumuz. Dur ben de buradayım. Neyse gelirik maraqlıdır. Şimdi birazdan adaptör Zaretka, sonra da kullanmaq biraz gedirik. Bura Xankəndi ticarət mərkəzidir. İçində maraqlı şeylər var. İkinci mərtəbədə də alış-veriş yeri. Burada birinci mərtəbə restoran, üçüncü mərtəbədə otel. Sizin təəssüratlarınızı alın. Təlimimiz məncə möhtəşəm keçdi. Hamı da bəyəndi, iştirakçılar hər biri bəyəndi. Sizinkini də, həm də mənimkini də çox super keçdi. What a day guys, what a day. Tədbirim gözəl keçdi, seminarım və nəticələr bəyənildi deyə düşünürəm. Hələ ki tam özlərindən rəy almamışam. Sadəcə mən özüm bəyəndim. Baxışlardan ən çox da yəni bəyənildiyini gördüm, düşündüm. İstirahət eləməyə, biraz content. Burada dəyişikliklər olmalıdır. Bu dəyişikliklər mən üçün dəyişikliklər olmalıdır. Burada biraz content planlayacağım ki, nələr çəkməliyəm. Tripodum mən. Görüyorsunuz. Mənzərəmiz. Что нужно сделать, чтобы все тебя любили? Нужно умереть. Sonra iPhone 7'ydi. Göy korksam, gözümden düştüm. Bana çok gösterdi. Travma yarattı sizde. Travma yarattı sizde. Full qara. Onu biz bir dənəsinə müsahibə alacağım. Sabaha sizə də YouTube videosu da çəkəcəyim. 8 dəqiqəlik vlog. Bilirsiniz, hər kontentdə səhifədə o səhifənin baş məsələn imaj görünən adam olur da. Bizim YouTube'un da səhifənin siz bizim sədimizsiz, siz olun. Həm də mən olmaq istəmirəm çünki mənim öz səhifəm zaten var. Belə qarma-qarışıq. Səhifədə nə işin var? Ay sağ olun, belə. Mən sizdə kadr arxasındayım. Siz də mənim kanalımda kadr arxasındasınız. Dek bakalım. Bilirsən də nə deməkdir? Nə? Dek bakalım. Hə. Ama arka bakalım değil. Hə, süflyor kimi. Süflör başqadır. Süflör əllə çekilir. Bu oxuyur, səsli oxuyur. Ama genç kim bilmir ki Aygün arkasında kimse de oxuyur. Hə. Dabayına gelir Aygün'ün sesi. Hə. Ve bəzən də Aygün dayanır, o oxuyur bəzi yerlərdə. Hə. Rüyada da bu var. Bütün oxuyanlarda bu var. Ona back vokal deyirlər. Arxa vokal. Arxa, hə, vokal. Mən sizdə arxa səhnədəyəm ümumiyyətlə. Rejissorla aktyor kimi düşün. Background da deyirlər. Background, hə. Rejissorla aktyor kimi düşünün də. Rejissor heç vaxt üzə çıxmır falan. Siz rejissorunuz yazıram ağzını yönetirəm səhifəm. Siz də mənim səhifəmdə backgrounddasınız. O zaman günlərə də qaldıq. Nədən?
Hə. Yo, sizi ulduz eləyəcəm öz səhifəmizdə. Media gücümə, media bilgimə, marketinq gücümə güvənin. Yapacağım. Bəli. Gün batımı mənzərəsini də sizə göstərirəm və daha sonra düşürük yeməyə. Onu da qeyd edim ki, yorğun uyduq və Xankəndini gəzə bilmədik. Kameramanımız Kamera önümdə. Yox, saç üstündedir. Bayaqdan deyildi saçımı da Yox, salacam da qıtardı. Yox, istəmirəm. QR kodunu çək, bax, gör nə istəyirsən. O nənə baba yanına qalmışdı. Nənə baba, nənə baba. Haradır ki? Oraya getmişsiniz. Ey, pecan sənin. 2 kilometr yarım idi buradan. Gör, gelib hara çıxır bunlar. Xankəndin girəcək. Var mənim sözüm. Avtobusun yanına kim getdi? O sən biz getmirdi. Vatikan'a taksi ilə gəldi. Menü oxumuram. Ay, yeməklərimiz gəlib. Deməli, buradan verəcəz bu. Burada görək necə dadlı mı? Dadlı da bəyəndiniz. Dadlı bəyəndiniz. Mən də dadına baxmamışam. Siz də bəyəndiniz. Siz də bəyəndiniz. Yaxşı. Elə bilə, öz restoranı qoyuyorum. Tamam, mən də dadına baxım. Restoranı reklam edirsən. Ədirəm elə bilə, öz restoranımda reklam eləmişlər. Bəyəndiniz. Qəşəngdir. Bir şey mütləq sizinlə bölüşməliyəm. Bu restoranın ayranı çox dadlıdır. Onu da bəyəndim zaten, çox qəşəng idi. Amma ayranı da Müştərini cəlb hələ edir. Bakıda daha heç yerdə restoranlarda belə ayran içməmişdim. Çox dadlıdır. Lisans restoranı, Kübar restoranı. Baxın. Xankəndi ticarət mərkəzinin içində yerləşir. Çox qəşəngdir. İndi bu spagettilər gəldi. Görək onlarla bu ayran kadar məst eləyir bu məni. Bunu bitirdim. Çox dadlıdır. Buradan da bir tane. O bu. Dərdən bir çıxmaz belə. Böyle söyləyəndə balaca qulaq asın. Milyon dəfə Dəyişin zəhmət olmasa mən bayaq yeməyə dadı qalır. Bunlar təmizdir. milyon dəfə deyirəm. Böyle söyləyəndə Söhbət balaca nədən qulaq gedir? asın. Biz yeməyi dəyişdik. Çünki keçən dəfə xanımlar bundan gətirmişlər, bəyənmişdilər. Bir şey kestiniz mən kanalıma görsünüz. O qədər istəyirəm ki, mənim kanalıma deyim. Həm də ki, məndən əl çəkəsən bu video fasonda. Çək, Yaxşı. çək indi. Neyse, o qədər təriflədim, ayranına qədər gözdəydi. Bu yemək dəyişdi, biraz qoxusunu bəyənmədik. Amma yenə də gəlin, həqiqətən xidmətdə yaxşı yemək ayranda, yeməkdə. Yemək sonrası da lobidə oturub həmin gün iştirakçılarının sertifikatlarını hazırladıq, sabaha hazırlaşdıq və Part 2-də də sizinlə görüşmək üzrə. İzləməyi unutmayın. Mən təşəkkürlərimə də yazdıq, hazırladıq. Özünüzə yaxşı baxın, sağ olun.